Tarixdə yazırlar, bir zaman bir kasıb insan, Allah heç kimi kasıblıqla, fəqirli ilə imtihana, sınağa çəkməsin. Allah heç zaman mərdi namərd qabağında çarəsiz hala salmasın. Mərdi namərd qapısına yollamasın, möhtac eləməsin. Deyir, bir zamanlar tarix kitablarında qeyd olunub, bir kasıb insan əlində az miqdarda çörək, çörəyini yeyə Allaha da şükür edərmiş. Allahım, sənə sonsuz şükürlər olsun, bu çörəyi də mənə nəsib etmisən, bunu tapa bilməyənlər, bunu axtarıb, bunun üçün gecəsini gündüzünə qatıb əldə edə bilməyən insanlar var deyə, əlindəki çörəyini yeyə, Rəhman və Rəhim olan Allaha, Rəbbimizə dualar və şükürlər edərmiş. Bir varlı adam onun bu halını görəndə istehza və məsxərə ilə ona bu sözləri deyir. Sənin nəyin var ki, sən şükür edirsən? Sən hansı halına şükür edirsən? Allah bizi belə insanlardan əgər verib dəyişəcəksə, Rəbbimizə nankor insanlardan, bəndələrdən olacaqsa, o neyməti bizə bəxş etməsin. Mən bu duanı öz haqqımda rahatlıqla edirəm, Allah şahidim. Əgər verəcəksə, mən dəyişəcəmsə, dostlarımın, qardaşlarımın, çevrəmdə olan insanların məni tanıdığından başqa bir şəklə düşəcəmsə, Allahım, o neyməti mənə bəxş etmə, mən bu neyməti istəmirəm deyə Allahdan etdiyim dualarımdan biridir. Deyir, bu zəngin varlı insan deyir, sənin nəyin var ki, sən Rəbbinə şükür edirsən? O kasıb adam, o mərdcəsinə, vicdanla, ruhiyyəsi güclü olduğundan təbəssümlə o varlı, zəngin insana cavab verir. Deyir, məndə, səndə olmayan bir neçə neymət var. Birincisi budur ki, sənin o itirdiyin rahat yuxu məndə var. Mən rahat yata bilirəm, amma sən heç gecələr də rahat yatmırsan. Yatanda da narahat olursan. O ənanda da səksəkə ilə ayılırsan. Birincisi budur ki, sənin o itirdiyin rahat yuxu məndə var. Mən istədiyim vaxt yatıram, istədiyim vaxt dururam. İkinci, qəlb rahatlığı, qəlbin huzuru deyiləsi bir şey var. Allah Teala Quran-ı Kərimdə buyurur, Əla bi zikrillahi tətməinnül qulub. Allahı yad eləməklə, Allahı xatırlamaqla qəlblər aram olmazmı? Rahatlıq tapmazmı? Huzura qərq olmaz. Bu huzur çox mühümdür. Baxın, bu günləri insanlar ailədə, işdə, cəmiyyətdə niyə gərgindilər? Ancaq baxırsan elə onunla mübahisə eləməyə çalışır. Bir xoş söz deyəndə də acı. Çünki onun ruhu təlatümdədir. Ruhu, qəlbi huzura qərq olmayıb. Əgər birində aramlıq olsa, huzur olsa, İnan, heç vaxtı nə dava eləyər, nə mübahisə eləyər, nə söyür. Bunların hamısı qəlb narahatlığından, ruhun təlatümündən. Bu da bilirsinizmi? Allahla irtibatı yaxşı qurmamağın nəticəsindədir. Allahla nəfəs alıb verməməyin nəticəsindədir. Bu müzakirəsiz belədir. Bu kasıb o zəngin varlıya deyir ki, səndə olmayan, məndə olan ikinci, qəlb rahatlığıdır və Allahın mənə verdiyi neymətin şükrünü etməyi bacarmağımdır. Yəni, görünən budur ki, o nankör və naşükür bir insan olub. Bunlar mənim ən böyük sərvətimdir. Bunu eşidən bu zəngin insan anlayır ki, elə neymət vara, dövlətə, mülkə sahib olmaqla deyil.